Xanımlar narkotiklə müalicə olunur. Son illərdə qadınlar arasında tibbi məqsədlə marixuana istifadəsinin artması diqqət çəkib. Yeni Weed sənədli filmində qeyd olunur ki, ənənəvi tibbi müalicə üsullarından nəticə ala bilməyən bir çox qadın çıxış yolunu məhz marixuanada görür. Xərçəng müalicəsinin yan təsirləri, endometrioz, menopauza və xroniki ağrılar kimi problemlərlə üzləşən qadınlar bu vasitənin simptomları yüngülləşdirdiyini bildirib. Mütəxəssislər hesab edir ki, bu tendensiya qadın sağlamlığı problemlərinin uzun illər yetərincə araşdırılmaması ilə bağlıdır. Klinik tədqiqatlarda qadınların az təmsil olunması müalicə boşluqları yaradıb. Bu səbəbdən bir çoxu alternativ yollar axtarmağa başlayıb. Araşdırmalar göstərir ki, xüsusilə orta və yaşlı qadınlar arasında marixuana istifadəsi artır. Bununla yanaşı alimlər onun tibbi potensialını araşdırmağa davam edir. Əlavə olaraq ekspertlər marixuananın universal müalicə olmadığını, istifadənin həkim nəzarəti ilə aparılmasının vacibliyini vurğulayır.